Salam. Bugün 6-cı sinif monitoring imtahanına hazırlıq məqsədi ilə həm öz şagirdlərimə, həm də digər şagirdlərə dəstək məqsədi ilə mövzulardan izah etməyə başlayacağım. Həm izah edəcəm, həm də sualların üzərində, misalların üzərində göstərəcəm. Birinci mövzumuz gəlir adi kəsirlər bölməsi. Adi kəsirlər bölməsində bilirik ki, riyaziyyatda 6-cı sinifdə 7-8 bölmə var. Birinci bölmə deməli adi kəsirlər bölməsindən imtahana, buraxılış monitoring imtahanına nə düşə bilər? Onun ətrafında danışacağım. Deməli adi kəsirlər mövzusu başlayır sadə və mürəkkəb ədədlərdən. Bilirik ki, natural ədədlər 1-dən başlayır və sonsuz şəkildə davam edir. Ən kiçik natural ədəd 1-dir. 1 nə sadə deyil, nə də mürəkkəb deyil. Heç birindən deyil. Natural ədədlər sadə və mürəkkəb olurlar. 1 nə sadə deyil, nə mürəkkəb deyil. 2 sadə ədəddir. Nəyə görə sadədir? Sadə ədəd odur ki, bu ədədin yalnız 2 böləni olur. Yalnız 2 böləni olur. Özü 1-də 1. Biri özü olur, biri də 1 ədədi olur. Bölən nədir? Məsələn, 20-nin bölənlərini yazın deyirəm. 20-nin bölənləri 20-dən kiçik və 20-yə qalıqsız bölünən ədədlərdir. 1, 2, 4, 5, 10 və 20-nin özü. 20-nin bölünənləri isə 20-dən böyük və 20 yerə qalıqsız bölünən ədədlər. Yəni 20, 40, 60, 80 və s. Bunlar bölənlərdir. Bunlar isə bölünənlərdir. İndi biz deyirik ki, sadə ədədin 2 böləni olur. Biri 1, biri də özü. 2-nin 2-cə dənə böləni var. 1 və özü. 3-ün də 2 dənə böləni var. 1, 3. 4-ün amma bölənləri 1, 2, 4. Yəni 3 dənədir. Deməli 2 böləni varsa sadədir. 2-dən artıq böləni varsa, yəni 1 və özündən başqa da böləni varsa, onda mürəkkəbdir. Bizim bu 4-ün 1-dən və özündən başqa, yəni 1-dən və 4-dən başqa 2 ədədidir, onun bölənidir. Ona görə 4 mürəkkəb ədəddir. Deməli, sadə ədədin ancaq 2 böləni olur, biri 1, biri özü. Mürəkkəb ədədin isə deməli 1-dən və özündən başqa daha çox böləni olur. İndi, məsələn, sadə ədədləri yazsaq, dedik ki, ən kiçik sadə ədəd 2-dir, sonra 3, sonra 5, 7, 11, 13, bax bunlar sadədir. Fikir verirsiniz, sadə ədədlərin içərisində yeganə bir dənə cüt ədəd var. 2 yeganə cüt ədəddir ki, o sadədir. Qalan cüt ədədlərin hamısı mürəkkəbdir. Cüt ədədlər necə ədədlərdir? Mürəkkəb ədədlər. Bir dənə 2 sadədir cüt ədədlərdən. Qalan digər hamısı mürəkkəbdir. Tək ədədlərin hamısı sadədirmi? Xeyr. Məsələn, 9 təkdir, amma sadə deyil. Niyə? Çünki 9 1-ə və özünə bölünür. Ancaq 3-ə də bölünür. Ona görə o, başqa bir şeyə bölündü. Yəni, 1-dən və özündən başqa bir ədədə bölünürsə, mürəkkəbdir. Deməli, 9 necə ədəd oldu? Mürəkkəb ədəd oldu. Deməli, 2-dən yeganə cüt ədəd 2-dir ki, o sadədir. Ən kiçik sadə ədəd də elə 2-dir. Ən kiçik sadə ədəd 2-dir. İndi sadə ədədi bildiyi, ədədin bölən və bölünəni nədirsə bildiyi, məsələn, tutaq ki, monitoring imtahanında düşər ki, məsələn, yaz sən mənə 15-in bölənlərini, 15-in bölənləri 15-ə qalıqsız bölünən ədədlər. 1-dir, 3-dür, 5-dir, 15-dir. Bax, bunlar bölənləridir. Bölünənləri nədir? 15, 30, 45, ədədin özü qədər arta-arta gedir bölünənlər. İndi keçək mürəkkəb ədədlər. Bu mürəkkəb ədədləri sadə ədədlərin hasili şəklində göstərmək olur. Məsələn, adicə götürüm, deməli, 48-i. 48-i mən sadə ədədlərin hasili şəklində yazsam, məsələn, 48-i 6 vur 8 kimi yaza bilmərəm. Bu sadə vurğulara ayrılış deyil.
Çünki nə 6 sadə deyil, nə də 8 sadə deyil. Sadə vuruqlara ayrılış sadə ədədlərdən ibarət olmalıdır. 48-i götürüb yazacağam. Bunu sadə vuruqlara ayırmaq üçün ən kiçik sadə ədəd dedik nədir? 2-dir. 48 də cüt ədədlərin hamısını sadə vuruqlara ayıranda birinci 2-yə bölməyə başlayırıq. 48-i 2-yə böləndə 24, 24-ü 2-yə böləndə 12, 12-ni 2-yə böləndə 6, 6-nı 2-yə böləndə 3, 3 artıq təkdir, 2-yə bölünməyəcək. 3-ə böləndə 1. Deməli, bizim 48 ədədinin sadə vuruqları bu şəkildədir. 2 vur, 2 vur, 2, vur, 2, vur, 3. Bax, bu şəkildə sadə vuruqlarını ayırdıq 48-i. Bu 48-in sadə vuruqlara ayrılışıdır. Məsələn, imtahanda sual düşə bilər. Tutaq ki, burada bax, mən yazsam ki, 48 bərabərdir, 16 vur 3 yazsam, bu sadə vuruqlara ayrılış deyil. Sadə vuruqlara ayrılış sadə ədədlərdən ibarət olmalıdır. Məsələn, imtahanda testdə tutaq ki, mənim qarşıma çıxıb vur 1 də yazıb. Bu sadə vuruqlara ayrılış deyil. Çünki sadə vuruqlarda 1 yoxdur. Sadə vuruqlar sadə ədədlərdən ibarət olmalıdır. İndi 48-in tutaq ki, imtahanda düşüb ki, 48-in neçə sadə vuruğu var? Başlayıram sadə vuruqlarını bir-bir saymağa. 1, 2, 3, 4, 5. Neçə sadə vuruğu var 48-in? 5 sadə vuruğu var. Bəs imtahanda tutaq ki, soruşa bilər, neçə müxtəlif sadə vuruğu var? Onda hərəsi müxtəliflər götürəcəm. Hər eynidən bir dənə. Məsələn, burada ancaq 2-lərdir, bir də 3-lərdir. 2 müxtəlif sadə vuruğu var. Müxtəlif. Sadə vuruq. Məsələn, deyə bilər ki, neçə sadə böləni var? Sadə böləni var. Sadə bölən elə müxtəlif sadə vuruqdur. Müxtəlif sadə vuruq. Yəni, 2 dənə də sadə böləni var. Çünki 2 müxtəlif sadə vuruq var. Müxtəlif sadə vuruq nə qədərdirsə, sadə bölən də o qədər olur. Yaxşımı? İndi, bizə məsələn düşə bilər imtahanda. Tutaq ki, deyər ki, 128, 63 ədədini götürəklə. 63 ədədinin natural bölənlərinin sayını tap. Natural bölənləri. Nədir ədədin bölənləri? 63-ün bölənləri 1, 3, 7, 9, 21, sonra 63. Bax, bunlar olmalıdır 63-ün bölənləri. Amma mən indi durub bunları imtahanda tək-tək saymalıyam, görək 63-ün bölənləri nələrdir. Bunu tapmaq üçün hazır qaydamız var. Bunun üçün ədədin natural bölənlərinin sayını tapanda əvvəlcə sadə vuruqlarını ayırırıq. 63-ə böləndə 21, 3-ə böləndə 7, 7, 1. Oldu mu belə? Deməli, 63-ün sadə vuruqları oldu 3, 3, 7. Sonra nə edəcəm mən bunları? Qüvvət kimi yazacağım. Burada 3-dən neçə dənədir? 2 dənə. 3 üstü 2 vurulsun. 7-dən neçə dənədir? 1 dənə. 7 üstü 1. İndi bunun natural bölənləri sayını tapanda qüvvət kimi yazandan sonra qüvvətlərinə 1 əlavə eləyəcəm. Hər bir qüvvətə 1 əlavə eləyəcəm və bir-birinə vuracam. Vurulsun. 2 üstünə 1 gələndə 3, 1 üstünə 1 gələndə 2. 3-ü də 2-yə vuranda nə olacaq? 6. Deməli, neçə natural böləni var imiş 63-ün? 6 dənə natural böləni var imiş. Bax, bu da belə. Sonra, artıq sadə və mürəkkəb ədədlər biləndən sonra gəlir ən böyük ortaq bölən. Ən böyük ortaq bölən. Yəni, başlıq hərfləri ə, b, o, bu. Əbob da baxın böləndir. Ən böyük ortaq bölən. Məsələn, deyirəm ki, əbob tapaq biz. Məsələn, 24 ilə 36-nı. Bu deməkdir ki, uşaqlar, mən nə edəliyəm? Ortaq bölənlərini yazmalıyam, ən böyüyünü götürməliyəm. Ortaq bölənlərin ən böyüyü. Başlayıram 24-ün də bölənlərini yazmağa, 36-nın da bölənlərini yazmağa. 24-ün bölənləri 1, 2, 3, 4, 6, 8, 12, 24. 36-nın bölənləri 1, 2, 3, 4, 6, 9, 12, 36. Ən böyük ortaq nədir burada? Ən böyük hər ikisində də olan ədəd 12-dir. Deməli, əbobumuz nəyə bərabərdir? 12-yə. Bunu 5-ci sinif üçün öyrənmişik bu şəkildə. 6-cı sinifdə artıq biz ədədləri sadə vuruqlarına ayıra bilirik deyə əbobu başqa cür hesablayırıq. Amma heç nə tapmayıb imtahanda bu cürdə hesablaya bilərik. İndi başqa
Bu birinci üsul. Yəni bunu başa salmaq üçün ki, əbob nədir? Əbob odur ki, biz bölənləri yazaq, ən böyüyünü götürək. Amma sadə vurğularını ayırıb əbobu tapmaq olur. Necə? Əvvəlcə 24-ü sadə vurğularını ayıraq. Cüt ədədlər 2-yə bölünməkdən başlayır. 24-ü 2-yə böləndə 12, 12-ni 2-yə 6, 6-nı 2-yə 3, 3-ü 3-ə 1. 36 cüt ədəddir 2-yə bölünür, 18 cütdür 2-yə bölünür, 9, 9 təkdir 3-ə böləndə 3, 3 3-ə böləndə 1. Aha, indi mən nə edəcəm? Bax, bu sadə vurğuların içərisindən hər ikisində olanları dairəyə alıram. Aha, bu 2 amma yoxdur. Bu 3 var. Baxın, bu 2 burada yoxdur. Bu 3 də burada yoxdur. Ona görə onlar boş qaldı. Yəni, onları mən dairəyə almadım. İndi davam edək. İndi bu dairəyə aldıqlarım yoxdur. Hər ikisində olan bu 2-dir, bu 2-dir və bu 3-dür. Yəni, götürürəm bunları bir-birinə vururam. Sadəcə birində olanları vururam, ha. Uşaqlar bəzən belə eləyirlər. Götürürlər, bütün dairəyə aldıqlarını vururlar, hamısını bir-birinə. Olmaz. Sadəcə bir tərəfdəkiləri vururuq dairəyə alandan sonra, yaxşımı? Hər ikisində olanları. Bunun da cavabı olacaq nə? 12. Cavabımız oldu 12. Biz də bayaq 12 onsuz da tapmışdıq. Oldu bu şəkildə. Məsələn, 2 dənə də ədədə baxaq. Əbob. Tutaq ki, yazıram 48 və 72. Olsun belə. 48-i, 72-ni sadə vurğularını ayıracam. 2-yə 24, 2-yə 12, 2-yə 6, 2-yə 3, 3, 1. 72, 2-yə 36, 2-yə 18, 2-yə 9, 3-ə 3, 3-də 3-ə 1. İndi əbob sadə vurğularını ayırdıqdan sonra əbobu tapanda ortaqları yenə dairəyə alırıq. Bu 2 də burada var, bu 2 də burada var, bu 2 yoxdur, bu 3 var. Oldu. İndi 48 ilə 72-nin əbobu olacaq 2, 2, 2 və 3. Deməli, cavabımız olacaq 24. Deməli, necə oldu? Ortaqlar. Bu 2 burada var. Bu 2 burada var, bu 2 də var, bu 3 də var. Amma bu 3 burada yoxdur, bu 2 də burada yoxdur. Ortaqları dairəyə alandan sonra bir tərəfdəkiləri götürüb bir-birinə vururuq. Yəni, yalnız birindəkiləri götürürük. Cavabımız oldu 24. Davam eləyək. Sonra əgər ədədlərdən biri digərinə bölünürsə, məsələn, 3 ilə 12-dir. Əbob həmişə kiçik ədəd olur. Yəni, bölən. Bilirik ki, kiçik böləndir, böyümüz bölünəndir. Böyümüz bölünəndir. Əbob həmişə kiçik olur. Əgər ədədlər qarşılıqlı sadə ədədlərdirsə, məsələn 9 ilə 11, bunların əbobu 1-dir. Niyə bunlara qarşılıqlı sadə ədədlər deyilir? Çünki bunlar 9-u əslində özü tək 1-ə bölünür, 3-ə bölünür, 9-a bölünür, 11 də 1-ə bölünür, 11-ə bölünür. Amma hər ikisi ortaq yalnız nəyə bölünür? 1-ə. Deməli, əgər hər ikisi ortaq yalnız 1-ə bölünürsə, belə ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Qarşılıqlı sadə ədədlərin də əbobu deməli 1-ə bərabərdir. Qarşılıqlı sadə ədədlər haqqında onu deyim ki, məsələn 2 ilə 6 qarşılıqlı sadə deyil. Çünki 2 də 2-yə bölünür, 6 da 2-yə bölünür. Ona görə qarşılıqlı sadə deyil. 3 ilə 12 olsun, qarşılıqlı sadə deyil. Çünki hər ikisi 3-ə bölünür. Məsələn 4 ilə 10 olsun, bunlar qarşılıqlı sadə deyil. Çünki hər ikisi 2-yə bölünür. Amma məsələn 5 ilə 7 qarşılıqlı sadədir. Çünki hər ikisi yalnız 1-ə bölünür. Sonra məsələn 3 ilə 8 qarşılıqlı sadədir. Çünki hər ikisi yalnız 1-ə bölünür. Bu qarşılıqlı sadə ədədlərdə də ortaq heç bir vurğu olmadığına görə o ədədlərin həmişə əbobu nəyə bərabər olur? 1-ə bərabər olur. Deməli, əkobun tapılması qaydasına keçək. Ən kiçik ortaq bölünən. Ən kiçik ortaq bölünən. Fikir verirsiniz, bölünən dedim. Bölünən. Deməli, bölünənlərdən seçilməlidir əkob. Məsələn, 2 dənə ədəd yazacağam. 16 ilə 24. Bunların əkobunu tapaq. Əvvəlcə yenə
5-ci sinif həcmində başa salacağam. Mən nə edirəm? Ən kiçik ortaq bölünəni tapanda bölünənlərini yazıram hər bir ədədin. 16-nın bölünənləri 16, 32, 16, 16 gedəcək də 48, 64, 16, 90 bu şəkildə, daha doğrusu 80. Sonra 24-ün bölünənləri 24, 48, 72, 24, 70, 24, 96 və s. belə gedir. Ən kiçik ortaq bölünən, ən kiçik ortaq nədir? 48. Deməli, bunların əçobu nədir? 48. Bəs 6-cı sinifdə necə öyrəndik biz əçobu? 6-cı sinifdə biz 16 ilə 24-ün əçobunu tapmağı bu cür öyrəndik. Deməli, əvvəlcə ədədləri sadə vurğularını ayırıram. 16-nı 2-yə bölürəm 8, 2, 4, 2, 2, 2, 1. 24-ü 2-yə bölürəm 12, 2, 6, 2, 3, 3, 1. Nə edirəm? Bir sadə vurğu bütöv ədədlərdən hər hansı birini bütöv götürürəm. Tutaq ki, 16-nı götürdüm. 16 vurulsun. Baxıram digər ədədə. Artıq da 16-ya baxmıram. Baxıram indi 24-ə. 24-ün ikisi burada var. İkisi burada var. Bu ikisi burada var. Bu üçü burada var. Yox. Deməli, vururam 3-ə. Olur nə? 48. Yenə bir ədədə, 2 dənə ədədə də baxaq əçobuna. 34 ilə 64-ün əçobunu tapmağa baxaq. Əvvəlcə 34 ilə 64-ün hər ikisinin sadə vurğularını ayırıram. 34-ü 2-yə böləndə 17, 17-ni 17-yə böləndə 1, 64-ü 2-yə böləndə 32, 32-ni 2-yə 16, 2, 8, 2, 4, 2, 2, 1. İndi bayaqçı kimi gəlin birini bütöv götürək. Ən çox olan 64, 64 istəyirəm götürüm. 64 vurulsun. Artıq da buna baxmıram. Keçirəm bu digərinə. Bu 2 burada var. Bu 17 burada görünür. Hardasa var. Yox, yoxdur. Onda 17-ni də yazıram yanına. 64 vur 17 olur mənim əçobum. Yaxşı. Bayaqçı qaydamızı davam eləsək, əçobu tapmağı da bildik. Həmişə bu qayda ilə tapa bilərsiniz. Əgər ədədlərdən biri digərinə bölünərsə, məsələn, tutaq ki, yazıram əçob 20 ilə 60. Əbobu kiçik idi, bayaq dedim. Əçobu isə böyük olur. Kiçik böləndi, böyük bölünəndi. Ədədlərdən biri digərinə bölünürsə, 60 bilirik də 20-yə bölünür. 60 bölünəndi, 20 böləndi. Əçob həmişə adında olan, yəni bölünən olur. Əbobu isə bölən olur. Yaxşımı? İndi, deməli, ədədlərdən biri digərinə bölünürsə, əçob böyük olur. Əgər ədədlər qarşılıqlı sadədirsə, bəs görürsən, əçobu necə olur? Bunlar qarşılıqlı sadədir. Niyə? Çünki 2-nin və 5-in ortaq böləni yalnız 1-dir. Hər ikisi ancaq 1-ə bölünürsə, yalnız ortaq, hər ikisi ortaq 1-ə bölünürsə, bu ədədlər qarşılıqlı sadədir. Bayaq dedik, qarşılıqlı sadə ədədlərin əçobu onların hasilidir. Cavabımız olur əçobda 10.